Salam əziz şagirdlər, əziz balalar, başlayaq. Deməli, oxşar fiqurların sahələr nisbəti tərəflər nisbətinin kvadratına bərabərdir. Baxın burada. Bunu birinci çalışmada tətbiq edə də şəkil burada hazır var. Deməli, S1 böl S2 bərabərdir x bölünsün 9'un kvadratı. Yəni 50 bölünsün 72 bərabər x'in kvadratı bölünsün 9'un kvadratı. Yəni 81. Bunu həll edək. İşimizi rahatlaşdırmaq üçün baxın bura. 72 ilə 81'i 9'a aparıram da ixtisar. Burada 9 qalır, burada 8. 8 ilə də 50'ni aparıram ixtisar. Burada qalır 25, burada qalır 4. Buradan x kvadrat nəyə bərabərdir? 25 vur 9 böl 4. X də bərabər kök hatta. 25 vur 9 böl 4. 25'ten kök 5 çıxır, 9'dan 3 çıxır. Buradan da 2. X bərabər neçə olur? 15 böl 2, 7 tam onda 5. İkinci çalışma. Baxın, şəkil verilib, bir də şəkil çəkmirəm. X kvadratı böl 3'ün kvadratı bərabər nə olur? Sahələr nisbətinə. 27 böl 12'ye. Məsələn, tərəflər nisbətinin kvadratı sahələr nisbətinə bərabərdir. 27 ilə 12'ni ixtisar aparaq. 9 dəfə, 4 dəfə. Buradan hər tərəfdən kök də ala bilərik, amma belə də yaza bilərəm. X'in kvadratı bərabər 3'ün kvadratı 9'dur. 9 vur 9 böl 4. X də bərabər kök hatta. 9 vur 9 81'də, 81 böl 4'də, 81'dən kök 9 çıxır, 4'dən 2 çıxır. 9'u 2'ye bölürəm. 4 tam onda 5. Və bunu belə yaza bilərik. X bölünsün 3 tərəflər nisbəti bərabər nəyə? Kök hatta 27 böl 12'ye. Belə 27 ilə 12 ixtisar gedir. Burada qalır 9, burada qalır 4. X bölü 3 bərabər 9'dan kök 3 çıxır, 4'dən kök 2. Yəni x bərabər 3 vurulsun 3 böl 2, yəni 9 böl 2. O da yenə 4 onda 5. Üçüncüdə yenə tərəflər nisbətinin kvadratı x kvadratı böl 4 onda 5'in kvadratı bərabər sahələrin nisbətinə 6 böl 13 tam onda 5'e. Baxın, burada biraz rahat yolla gedək. Bax, x'in kvadratı bərabər tənasüb həll edək də. Bax, bunu vururam buna. 4 onda 5'in kvadratını 4 onda 5 vur 4 onda 5 yazaq, işimiz rahat olsun. Vur 6 böl 13 tam onda 5. Və indi 13 tam onda 5'i 4 onda 5'e böləndə eləyir 3 dənə. 6 ilə 3 aparıram. Burada qalır 2, burada qalır 1. Nə qaldı? 4 tam onda 5 vur 2 düzdür. O da eləyir 9. X də bərabər kök hatta 9, yəni 3. Tapıldı. Dördüncüyə baxaq. Yenə bax, tərəflər nisbətinin kvadratı, tərəflərin kvadrat nisbəti deyirəm. 9'un kvadratı böl x'in kvadratı bərabər sahələrin nisbətinə. 32 ilə 8'i ixtisar aparıram 4 dəfə, 1 dəfə. X kvadrat nəyə bərabərdir? 9'un kvadratı vur 1 ilə 9'un kvadratı, yəni 81 böl 4. 81 böl 4'də 2 də 9'un kvadratıdır. X bərabər olur 2 də 9'a, yəni 4 onda 5'e. Vəssalam. Demək, burada ispat etməliyik ki, S ABC bölünsün S A1 B1 C1 bərabərdir tərəflər nisbətinin yəni oxşarlıq əmsalının kvadratına. Bunu ispat edək.
Rahatçılıq üçün bax AC-ni A götürürüm. Daha doğrusu A1, C1. Bunu götürürəm A1. AC də olacaq K vurulsun A1. Bax, tərəflərin nisbəti K-dır. Və yaxud elə bir ki, AC-ni bərabər götürürəm. K vur A1. Belə götürək. Qaytardım da yerini. Sonra bunu biz hardan bilirik? Bir balaca da genişləndirim. Biz bilirik ki, bu iki dənə üçbucaq ki, oxşarlıq ki verilib. AB bölünsün A1, B1 bərabərdir. BC bölünsün B1, C1 bərabərdir. AC bölün A1, C1-ə. O da oxşarlıq əmsalı K-ya bərabərdir, düzdür? İndi mən baba bunun yerinə A yazsam, AC bərabər olur, A vurulsun K-ya da. Bax, onu oradan tapdım. A1, bunu aşağıdakı A1 yazmışam. Ayaqları, indeksin də 1 olduğuna görə. AC olub K vurulsun A1. Bax, bunu oradan almışam əziz şagirdlər. Və oxşar üçbucaqların hündürlükləri nisbəti də tərəflərin nisbətinə bərabər olduğundan H bölünsün H1 də K-ya bərabər götürürük. Buradan olunur ki, H bərabər K vurulsun H1. İndi izahat davam edək. Baxın bura. S ABC böl S A1 B1 C1. Biz bilirik ki, üçbucağın sahəsi nə olurdu? S bölü 2'də 1 A vurulsun HA olurdu, düzdürmü? İndi ABC'də A vur HA deyil. Baxıram ki, AC vurulsun H'dır. İndi burada A'nın yerinə yazıram nə? 2'də 1 vur tərəf vurulsun hündürlük. A1 C1'də də 2'də 1 vurulsun tərəf A1 B1 C1'də vurulsun hündürlük. İndi bu 2'də 1'lər getdi. A1 C1'in yerinə yazmışam A1. X də yaza bilərdim. İndeksə görə A1'i götürdüm. A1, H1 də saxladım yerində. İndi AC-yə yuxarıda nə yazmışaq? K vurulsun A1. Bəs H-ın yerinə nə yazmışıq? Burada verilib. K vurulsun H1. K vur H1. A1 ilə A1 getdi. H1 ilə H1 getdi. Nə qaldı? K vurulsun K qaldı. Yəni K'nın kvadratı qaldı. Buradan alınır ki S ABC bölünsün S A1 B1 C1 bərabər olur nəyə? K'nın kvadratı. K da tərəflərin nisbətidir. Yəni SABC bölünsün SABC böl S1 B1 C1'i S böl S1 götürək də. Bunu S götürək. Bunu da S1 götürək. İşimizdir. Hər dəfə o boydan kimi yazın. Yəni S böl S1 bərabər oldu nəyə? K kvadratı, düzdür. O da bərabər AC böl A1 C1'in kvadratına. AC böl A1 C1 K'daq. Deməli, nə yazırıq? Teorem ispat olundu. Vəssalam. Bizə deyir ki, ispat edin ki, üçbucaq DYC oxşardır üçbucaq BYA-ya. Bir də sahələrini tapın. Və sahələr S DYC sual S BYA sual. Dikkat edin bura. Burada böyle oxşar rəsm qoyub. O deməkdir ki, burada isbatı yazaq.
O deməkdir ki, AB ilə DC paraleldir. Bunu bildik biz. Paraleldirsə deməli bu bucaqla bu bucaq çarpazdır. Yazıram məsələn alfa alfa bir-birinə bərabər. Bu bucaqla da bu bucaq çarpazdır. Bura beta yazım, yerləşmə ox qoyum içəri. Burada yazıram beta. 2 dənə bucaq bərabər oldu, düzdür? Bucaq bucaq əlamətinə görə üçbucaq B, birinci D-ni yazım sonra. DYC oxşardır üçbucaq BYA-ya. Bura diqqət edin. AB-yi yazsaq düz olmaz ha. Çünki bu bucaqla, D-dəki bucaqla. Bu B-dəki bucaq, bu beta bərabərdir. Ona görə bura ilə bura gərək eyni gəlsin. Bir dənə sileyim. Uyğunluğa mütləq diqqət edin. Bərabərdir B A-ya. Bərabərdir, oxşardır. Oxşarlığı isbat etdik. İndi sahəni tapaq. Üçbucağın bir dəqiqə zəhmətimiz. Üçbucağın mesela sahə düsturu S üçbucaq 2'də 1 A vur HA. A vurulsun HA-ya bərabərdir. S DYC ilə S BA-ya baxaq. Şimdi şəkil burada da var. İndi burada BA-nı tapmaq olur. Amma DYC sahəsini tapmaq üçün bizə əməliyyat lazımdır. Axı bizdə bura yoxdur. Bura yazaq A. Tərəflər nisbətindən müəyyən edir. Deməli, hündürlüklər nisbəti bərabər tərəflər nisbətinə. Burada bir dənə haşiyə çıxım, aşağıda qeyd edin. Baxın bura. 3 bölünsün 6 bərabərdir 12 böl A. İndi bunu həll edəcək. A nəyə bərabərdir buradan? 6 vurulsun 12 bölünsün. Qarışıqlıq olmasın deyə 6 ilə 3 orada ixtisar aparmalı. 72'ni bölürəm 3'ə. A oldu neçə? 24. Tapdıq. İndi DYC-nin sahəsi bərabər 2'də 1 vurulsun. DC vurulsun hündürlüyü, yəni 6. DC neçə? DC-ni tapmışıq da A, yəni 24. 2'də 1 vur. Bir dəqiqə deyən 6 ilə 2'ni aparım, ixtisar burada rahat 3 eləsin. Burada DC 24'tür. Vururam 3'ə neçə eləyir? 72. Bəs ABY-nin sahəsi, yəni BY-nin sahəsi neçə lazım? 2'də 1 vurulsun. AB vur 3 bucağın hündürlüyü. Şəkilə baxın. 3'dür. Orada 3 gedir. Hündürlüyü 3 verir. AB deyil 12'də. 12 vur 3. 12 ilə 2'ni aparıram. Burada qalır 6. 6 dəfə 3 18. Vəssalam. Bu da oldu belə. Demək, ABC düzbucaqlı üçbucağının hipotenuzu 8. Sahəsi 12. Deməli, bunu götürəm ABC. Bunun sahəsini S1 götürək. S1 bərabər 12 kvadrat santimetr. Sonra bu üçbucağa oxşar olan DFY üçbucağının DFY, ABC, DFY oxşarlıq qurmalıyıq. Bunun hipotenuzu 20-dirsə, bunun sahəsi neçə kvadrat santimetr? Bunu da S2 götürək. Baxın. S1 böl S2 bərabər nəyə? Tərəflər nisbətinin kvadratı və ya tərəflərin kvadratlar nisbəti. 8 böl 20 kvadrat. Bununla bir dəqiqə
8 ilə 20-ni ixtisar aparım. İşimi rahatlaşdırım. 5, 2. S1 neçədir? 12-dir də. 12 bölü S2 bərabər 2'nin kvadratı 4, 5'in kvadratı 25. 12 ilə 4'ü burada ixtisar aparım. 3, 1. S2 bərabər 3 vur 25. Yani 75 kvadrat santimetr. Santimetr kvadrat. Hələlik bu kadar. Sağ olun, Allah amanında. İnşallah qismət olsa növbəti dərslərə davam edərik. Videonu başa düşdünüzsə rəy yazmağı, bəyənməyi unutmayın. Başqalarına da çalışın, paylaşın ki, başqaları da faydalansın. Yox, əgər dediyim kimi, əvvəllərdə dediyim kimi başa düşmürsünüzsə, izah pisdirsə, o zaman nə edirsiniz, siz bilərsiniz. Sağ olun.